Mən Nəsimi Əhmədov 1970-ci ildə Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olmuşam. Kənd orta məktəbində təhsil almışam. 1988-1990-cı illərdə Sovet ordusunda hərbi xidmət keçmişəm. Hərbi xidmətdən qayıtdıqdan sonra ailə quraraq 2 qız atası olmuşdum. 93-cü ildə Qarabağa torpaqlarımızın müdafiəsinə yollandım. Beyləqan və Füzuli rayonlarında ermənilərə qarşı döyüşdüm. Düşmənə qarşı qardaşım Ədalət ilə birlikdə vuruşurduq. 94-cü ilin əvvəlində Füzuli rayonu istiqamətində hərbi əməliyyatlara başladıq və bir neçə kəndi işğaldan azad etdik. Döyüşlər zamanı öndə olmağa çalışırdım. Qardaşım Ədalət həmişə mənə özümü qorumağı tövsiyə edirdi. May ayında növbəti döyüşdə yoldaşlarım ilə birlikdə irəli getdik, düşmən tankı ilə üz-üzə qaldıq. Tankı məhv etməyi qərara aldıq və 8 yoldaşım ilə birlikdə şəhid olduq. Döyüşlərdə heç vaxt düşmən qarşısından geri çəkilmədim. İstərdim ki, qızlarım həmişə ataları ilə fəxr eləsinlər.